Salam müəllimlər, bugün sizə 7-ci sinif texnologiya dərsindən 24-cü mövzunun izahını verəcəm. Mövzumuz parçanın emalı texnologiyası məzmun xəttinə aiddir, süni və sintetik liflərdən olan parçalardır. Bütün növ parçalar, yəni bütün parçalar iki böyük qrupa bölünür, təbii və kimyəvi parçalar, yəni süni parçalar. Deməli, bütün parçalar iki böyük qrupa bölünür. Təbii, kimyəvi, yəni təbii və süni parçalar. Təbii parçalar heyvan, bitki və yaxud da ki, mineral mənşəli xammaldan hazırlana bilir. Hal-hazırda ən çox tələb olunanı isə bitki və heyvan mənşəli təbii parçalardır. Bitki mənşəli parçalara pamıq və kətan, yəni bitkidən alınır da bunlar. Heyvan mənşəli parçalara isə ipək və yun parçaları daxildir. Təbii liflər isə iki qrupa bölünür. Müəllimlər, baxın, parçalar deyəndə iki böyük qrupa təbii və kimyəvi parçalar, liflər deyəndə yenə iki qrupa bitki mənşəli liflər və heyvan mənşəli liflər. Bitki mənşəli liflərin tərkibi yüksək karbohidrogendən, sellulozdan ibarətdir. Bitki mənşəli liflər də özləri iki qrupa bölünür. Baxın, təbii liflər iki qrupa bölünür, düzdürmü? Heyvan və bitki mənşəli liflər. İndi bitki mənşəlilər özdə iki qrupa bölünür. Bitkinin toxumundan alınan pambıq, bitkinin gövdəsindən alınan kətan və çətən əlifi. Heyvan mənşəli liflərin tərkibi zülallı maddələrdən ibarətdir və aşağıdakı kimi olurlar. Tərkibi keratindən və tərkibi fibroindən ibarət olanlar. Tərkibi keratindən ibarət olanlara baxın müəllimlər. Keratində K var, keçidə K var. Tərkibi keratindən ibarət olanlara qoyun keçi. Tərkibi fibroindən ibarət olanlara baxın, fibroində I var, ipəkdə I var. Barama qurdundan alınan ipək daxildir. Azərbaycanın əksər rayonlarında pambıqçılıq və baramaçılıq, həmçinin də heyvandarlıq inkişaf etdiyi üçün bitki və heyvan mənşəli liflər əsasında toxunan parçalardan olan geyimlərə daha çox üstünlük verilir. Müasir insanın qardırobundakı geyim əşyalarının əksəriyyəti süni parçalardan hazırlanmışdır. Elə buradan da süni parça lifləri necə emal edilir? Bunlara baxaq müəllimlər. Süni parça lifləri üçün xammal qismində nədən istifadə olunur? Küknar ağacı oduncağından və pambıq tullantılarından alınan selluloz. Deməli, süni selluloz. Belə açar söz kimi yadımızda saxlayırıq. Süni parçalar üçün xammal qismində küknar ağacı oduncağından və pambıq tullantılarından alınan sellulozdan istifadə edilir. Sintetik liflərin emalı üçün isə əsas xammal daş, kömürün və neftin emalından alınan qazlardır. Kimyəvi liflərin emalı 3 mərhələyə bölünür. Baxın müəllimlər, 3 mərhələdən ibarətdir. Əyirmə məhlulunun alınması, bir dəqiqə lifin formalaşması və liflərin işlənməsinə aiddir. Bəli, müəllimlər, dedik, süni parça lifləri necə, yəni hansı mərhələlərdən keçir? 3 mərhələdən keçirdi. Əyirmə məhlulunun alınması, lifin formalaşması və lifin işlənməsi. Baxın, əyirmə məhlulunun alınması nədir? Mineral liflərdən başqa, baxın, bir dənə mineral liflərdir ki, bu mərhələdən keçmir də. Mineral liflərdən başqa yerdə qalan bütün kimyəvi liflər əyirmə məhlulu və ərintilərindən alınır. Məsəl üçün, süni liflər qələvdə həll edilmiş selluloz kütləsindən, sintetik liflər isə müxtəlif maddələrin kimyəvi reaksiyaları nəticəsində. Elə adından da görünür ki, sintetik liflər kimyəvi reaksiyaların nəticəsində əldə olunur da. Süni liflər isə qələvdə həll edilmiş selluloz kütləsindən əldə edilir. Lifin formalaşması nədir? Baxın, biz də bir dənə yenə təkrar deyirəm. Mineral liflər əyirmə məhlulunda, yəni bu mərhələdən keçmir. Əyirmə məhlulunun alınması mərhələsindən keçmir. Mineral liflərdən başqa yerdə qalan bütün liflər əyirmə məhlulu və ərintilərindən alınırdı. Dedik, süni liflər qələvdə həll edilmiş selluloz kütləsindən, sintetik liflər isə müxtəlif maddələrin kimyəvi reaksiyaları nəticəsində əldə edilirdi. Lifin formalaşması nədir və lifin işlənməsi nədir? Lifin formalaşması qatı əyirmə məhlulu çoxsaylı xırda deşikləri olan qapaqlardan, yəni filyerlərdən keçirilir. Filyerdəki deşiklərin sayı 24-35 min arasında dəyişir. Məhlul şırnağı filyerdən axıb çıxarkən bərkiyir və nəticədə nazik saplar yaranır. Daha sonra filyerdən çıxan saplar ümumi saplara birləşir, dartılır və bobinə dolanır. Nədir bobin müəllimlər? Bobinə baxaq, ip, məftil və sapı sarmaq üçün bir makaradır bobin. Bobin nədir? İpi, məftili, sapı sarmaq üçün makaradır bobin.
Sonra müəllimlər yuxarıya baxırıq, yenə qayıdırıq yuxarıya. Lifin işlənməsi nədir? Baxın, liflərin işlənməsi deyəndə alınan sapların yuyulması, qurudulması, burulması, texniki emal edilməsi, daha sonra üzr istəyirəm, termiki emal edilməsi mərhələlərindən keçir. Liflərin işlənməsində alınan sapların yuyulma, qurudulma və burulma termiki emal mərhələlərindən keçir. Bəzi liflər ağardılır, rənglənir və yumşaqlıq vermək üçün sabun məhlulunda emal edilir. Süni parçalar isə viskoz liflərdən alınır. Nədir viskoz lifləri? Küknar ağacı oduncağı yonqarından heç bir qaçışıq əlavə edilmədən alınır. Təyinatından asılı olaraq viskoz, parıltılı və yaxud da ki, tutqun səthli. Viskoz, parıltılı və yaxud da ki, tutqun səthli ola bilər. Liflərin parıltısı, qalınlığı və burulmasını dəyişməklə viskoz parçalarına ipək, pambıq və yün görüntüsünü vermək olur. Baxın müəllimlər, liflərin parıltısını dəyişməklə alınır ipək görüntüsü. Qalınlığını dəyişməklə alınır pambıq görüntüsü. Daha sonra burumlarını dəyişməklə isə alınır viskoz görüntüsü. Yəni deyir ki, qalınlığını, burulmasını dəyişmək üçün, parıltısını dəyişmək üçün viskoz parçasına ipək, pambıq və yün görüntüsünü vermək olur. Qalınlaşdırılmış viskoz saplardan istifadə etməklə isə çətan görüntüsünü almaq olur. Baxın, viskoz saplarını qalınlaşdırıb ona çətan görüntüsünü vermək olur. Viskoz parçalar möhkəmliyinə görə təbii ipəkdən geri qalır. Amma bununla yanaşı kifayət qədər davamlı viskoz parçaları da istehsal edilir. Yaş vəziyyətdə belə parçaların möhkəmliyi 50-60% aşağı düşür. Viskoz pambığa nisbətən nəmi daha yaxşı hopdurur, amma davamlılıqda ondan geri qalır. Yəni davamlı deyil. Pambığa nisbətən davamlı deyil. Viskoz lifləri çətan və pambıq lifləri kimi yanır. Tez alışır, alovu düz və parlaq olur, yanmış kağız iyi verir. Yanandan sonra yerində tez dağılan açıq boz rəngli kül qalır. Viskoz lifləri bitki liflərindən başqa fərqli olaraq qələvi və turşuların təsirinə həssasdır viskoz lifləri. Asetat və 3-asetat liflərinə müəllimlər. Təmiz sellozdan yox, adından da göründüyü kimi asetil sellozdan hazırlanır. Xammal qismində oduncaq və pambıq tullantıları işlədilir. Asetat və 3-asetat liflərindən alınmış ipək parçaları xarici görünüşlərinə görə təbii ipəyə çox oxşayır və parlaq sətə malikdir. Asetat və 3-asetat liflərindən olan parçalar nəmi pis hopdurur, amma tez quruyurlar. Onlar yalnız viskoz parçalara nisbətən daha az möhkəmliyə malikdir. Asetat və 3-asetat liflərindən söhbət gedir. Sonra daha az möhkəmliyə malikdirlər, amma elastikdirlər. Buna görə də onlardan alınan parçalar əzilmir, plissə edilərkən formasını yaxşı saxlayır. Deməli, asetat parça yüksək qızdırılmaya tab gətirmir və 210 dərəcədə əriyir. Baxın müəllimlər, 3-asetat 210 dərəcədə, 3-asetat isə 300 dərəcə temperaturda deməli əriyir. Asetat və 3-asetat lifləri tez yanır və bu zaman xırda sirkə iyi verən kürəciklərə çevrilir. Sintetik parçalara nələr daxildir müəllimlər? Sintetik parçalara poliefir, baxın poliefir, poliamid və poliakrinolitril daxildir. Poliefirdir, poliamiddir və poliakrinolitril daxildir sintetik parçalara müəllimlər. Sintetik parçalar bir-birindən kimyəvi tərkib, bəzi xüsusiyyətlər və yaxud da ki, bəzi xüsusiyyətlər və yanma xarakteri ilə fərqlənir. Müxtəlif ölkələrdə sintetik liflər müxtəlif cür adlandırılır. Buna görə də ən geniş yayılmış lif və parçalarla tanış olaq. Poliefir liflərdən poliester, lafsan və kriplen parçaları alınır. Deməli, poliefirdə nələr alınır müəllimlər? Poliester, lafsan və kriplen parçalar alınır. Sonra poliefir liflərdən alınmış parçalar yumuşaq olur, elastik olur və möhkəm olurlar. Onlar demək olar əzilmir, qızdırılma zamanı qat və plisselləri yaxşı saxlayır, gündə ağarılır, cüvə və mikroorqanizmləri zədələnmir. Yanma zamanı poliefir liflər iyisiz əriyir, iyilik və kürəciklər əmələ gətirir. Sonra gəldik müəllimlər nəyə? Bu liflərdən hazırlanmış parçalar həm düz sətə malik olur, yəni hamur sətə malik olur, həm də
deməli, cüzə və orqanizmə xeyirlidir. Poliamid liflər nədir müəllimlər? Poliamid liflərdən neylon, kapron və dedron parçaları istehsal edilir. Poliamid liflər bütün sintetik liflərin qeyd edirsiniz müəllimlər ən möhkəmidir. Bütün sintetik liflərin ən möhkəmi poliamid liflərdir. Poliamid liflər bütün sintetik liflərin ən möhkəmidir. Bu liflərdən hazırlanmış parçalar hamar səthə malikdirlər, cırılmaya və sürtülüb yeyilməyə davamlıdırlar, ağarmırlar, azəzdirlər və cüvə və mikroorqanizmlərlə zədələnmirlər. Sonra müəllimlər, çatışmayan cəhəti nədir? Bu poliamid liflərin çatışmayan cəhəti pis hopdurma və yüksək hərarət. Deməli, çatışmayan cəhəti nədir müəllimlər? Pis hopdurma və yüksək hərarətə hassaslıqdır. Sonra poliamid liflər poliefirlər kimi, yəni poliefir liflər kimi yanmır, iysiz ərir və yumşaq kürəciklər əmələ gətirir. Elastan lifi, yəni layka, əsasən digər liflərlə qarışdırılır. Elastan lifləri dartılma zaman çox elastikdir. Öz uzunluqlarını 7 dəfə böyüdüb, daha sonra əvvəlki ölçüyə qayıda bilirlər. Sonra deyək müəllimlər, elastan parçalardan nələr hazırlanır? Elastan parçalardan bədənə kip oturan şalvar, trikotaj, uzunboğaz və gödək corab məmulatların istehsalında istifadə edilirdi. Belə geyinmə bədənə yapışır, amma elastik olduğu üçün hərəkətə mane olmur. Elastandan olan məmulatlar yaxşı dartılır və az əzilir, möhkəmliyi ilə deməli fərqlənirlər. Belə müəllimlər, bu mövzumuzda bu qədər. Hər birinizə uğurlar.